yaşadığımız hər bir an, yaşadığımız hər bir hadisə və hər bir situasiyalar bir insanın, bir fərdin həyat yaşamına şamil olunur. Elə adam var ki, onun şəxsi həyatını gündəmə gətirirsən və elə formada gətirirsən ki, o adam intihara özünü sövq eləyir. Yəni biz bunu yaşadıq və gördük. Elə adam var ki, sən onu o intiharın astanasından geri gətirirsən. Ona görə bax sizin dediyiniz bu məsələlərə, sizin dediyiniz bu emosional situasiyalara diqqət eləmək lazımdır. Bəli, hər bir şey ailədən başlayır, fərddən başlayır, ailədən və cəmiyyətdən başlayır. Hətta deyirlər ki, insan ailəsindən çox cəmiyyətinə bənzəyir. Cəmiyyət də ailədən gələn fərdlərin toplusudur. Bu mənada cəmiyyətin də normal olması hər kəsin borcudur. Əgər ailələr normal olarsa, normal dediyimiz milli mənəvi dəyərləri qorumaq, əxlaqlı olmaq, təhsilli olmaq, yəni bəzən ümumiləşdirilmiş sözlər var, amma biz onu daha konkret və xüsusiləşdirək ki, aydın olsun. Bax, belə insanların toplusunda da sağlam və gözəl fərd yetişəcək. Deyirlər, bu dünyada elə yaşamalısan ki, öləndən sonra da yaşayasan.